indi almaz əlinə. Çünki indi çox pis bir durumdadır. Tam gizəllənibdir. Biraz şey üstündən geçsə və bu heç olmasa bir 2-3 dənə iş şöbə eləyə bilər İsrailə qarşı və beləliklə görsələr ki, bunda da bir güclər vardı ki, indi ortaq bir durumdayam, belə bir ruhiyyə ilə müzakirə edə bilər. Amma indi ortaq bir durumda deyil. Yəni tam üstünlük İsrail'indir bura kimi. Siz demişken görürsünüz ki Tehran'ı rahatlıqla elə bir ki ateşfişanlıqdır, rahatlıqla oradan buradan vurur və bir dənə ziddəhvayı ortalıqda yoxdur. Çünki bu ziddəhvayı bir difə eləsin bu imkanı, bu müqəddəsdir, nə bilim, saytıdır, əmakini mumudur. Buradan bir difə eləyə bilmir. Bəli, xəbərlər deyir, alanda xəbərlər deyir, gəlib ki 40 dənə İsrailin uçağı, jetləri elə indiki danışıq, mən xəbərlərə baxıram, Ərəqdən İranın üstünə keçiblər. Gəlir, rahat gəlir. 40 dənə uçaq rahatlıqla gəlir, gedir və heç bir problemlə üzbəüz deyil. İstədiyi nöqtələrdə vururlar, istədikləri yerlərdə elirlər. İndi belə bir güc heç razı olmaz ki, Xamenei əlinə cam zəhralı içməyə. Xamenei düşəcək, qabağa düşə, deyək ki, bəsdir də oldu və yetər də, həmən bu qədər də durun ki, mənim hakimiyyətim saxlaya bilim. Xamenei deyəcək bir 2 dənə iş görə. Güya bir 100 dənə muşəh vurubdur, yollayıbdır ki, buranın 9'u dəyibdir. Bir 2-3 dənə belə bir iş görsə, onda eləyə bilər, deyək ki, belə vurdum, belə kəsdim, belə elədim. Amma yenə də eləyəcəyəm. Bu deyə yolum gedə bilər bu imtiyaz ala, bəli. Camizə tərəfinə. Amma ki, burada bu etnişlər məsələsi biraz fərqlidir. Bu ki, kütlər bizim Batı Azərbaycan göz tutublar və nələr ola bilər. Baxın, kütlərə böyük bir zərbəni 2 fərvərdində Azərbaycan türklərinin Milli Hərəkatı tərəfindən vuruldu. Yəni bu aparıcı bir zərbə. Elə bir şapalaq idi ki, bunlar hələ bu tezliklə onun altından qalxa bilməzlər. İrana alət oldular bayram məsələsində. Onunla yanaşı gördülər ki, 100 minlər insan çıxdı, bozqurdla vətənlərindən, torpaqlarından difa etdi. Və bu bilirlər ki, belə bir güc ortalıqda var. Azərbaycan Milli Hərəkatının vəzifəsi budur ki, bu gücü ortalıqda saxlaya, xiyabanda saxlamaq imkanı yarada. Bunların problem ki, beyin baxımından, fikir baxımından problem vardı ki, bu hakimiyyətdə bizim gücümüz vardı, hakimiyyətdə payımız vardı, Azərbaycan sahələ əmni İrandır. Bu düyünləri qırmalı. Ki, baba, bu hakimiyyət bizim düşmənimiz, bizim bu hakimiyyətdə payımız yox, orada olan qüvvələr bizim deyil, Vəli Fəqihin qüvvələridir, Türk olsalar da, bizdən deyirlər, bizdən olanlar zindanlardadır, bizdən olanlar Milli Hərəkatın liderləri və siyasi təşkilatlarıdır. Ona görə məsələni bu siyasi düyünlər açılmalı ki, o axın, o güc tökülmüşdü xiyabana, eləyə bilsin siyasiləşsin, təzənə xiyabanlara gəlsin ki, öz hökumətin qurmaq üçün də xiyabanda ola bilər. Qoymaz Urmiyanın düşələr, şəhərlərcədə Kürt tərəfindən, Pejaş tərəfindən Kürt dövlət qurular. Bu o yanı problemi. Bu tərəfində də bu ki, bizim Kürt məsələsində şahçılar, ya xalq mücahid, ya başqaları İsrail tərəfindən təbii ki, çalışlanır ki, İranın hakimiyyətinin çoxluğuna əl qoyulsunlar. Və biz olaq yenə də o hakimiyyətə opozisyon, biz bunun da qarşısını almalıyıq. Necə ola bilər ki, bizim sahədə gücümüz qat-qat xalq mücahidindən, şahçısından çox, traktor masası göstərdi də milyonlar Azərbaycanın dil üçün, öz kültür və varlığı üçün sahədədir. Fəqət bunun siyasiləşmə nöqtəsidir ki, əgər o düyünü aça bilsək, o cəmaat bu dəfə də azadlıq, ədalət, milli hökumət deyərək Güney Azərbaycanın mücahidlə bayrağını ələ ala bilsə, daha iş bitir. Yəni daha mərkəz heç bir iş görə bilməz. Yəni alternativ o ki, İsrail o bu çalışıcı Tehrandan gələ təzədən yeni bir gücdən bir iş görə bilməzlər. Məcbur olarlar bizdən hesab kitab eləyirlər. Necə rahatlıqla Kürtlərin yanlarına sıxa bilirlər, deyirlər Kürdün adresi bəlli, Kürt silahlı qüvvəsi var, nəyi var? Ya Bəluça ucu yoxlaşa bilirlər, ya ərəblərə hüdudən yoxlaşa bilirlər. Azərbaycan türklərini də ucu yoxlaşmalıdırlar ki, heç oradan qat-qat daha yuxarı. Çünki bizim kəmmi baxımdan neyimiz çox-çox və potansiyel ki, xiyabanları çıxarda bilmişik, qat-qat İranda bütün millətlərdən çox-çox. Ona görə fəqət biz o siyasi düyünlərimizə sabilsək, hərəkətimizi daha siyasiləşmədə eləyə bilsək, irəli qabağa aparaq, tamam məsələlər vuracaq bir-birinə.
və zamanımız da var. Yəni bu iki həftənin içində çox şeylər olacaq. Məncə əgər məsələ belə doğrudan 2 həftə davam tapsa, onda İranda etirazlar başlayacaq digər şəhərlərdə. Əgər digər şəhərlərdə etirazlar başlasa, biz durub baxmayaq ki, bizim şəhərləri şahçılar türküsündən cavanlar çəksinlər, xalqımız çəksin, cavanlar çəksin və biz oturaq deyək, hə, bu bizim savaşda. Biz de yoxuq. Bizim məsələmiz bu da. Biz ağıllıyıq. Yəni bu cür belə bir söhbətlərin yeri yoxdur. Təbii ki, biz gəliş şəhərlərimizə və torpaqlarımıza yiyə durub və öz hökumətimiz üçün mücadiləmizi qabağa aparmalıyıq.